Ümumi anesteziyadan sonra yaranan psixoloji problemlər klinik praktikada tez-tez rast gəlinən və bəzən uzun müddət davam edən psixoloji hallardır. Bəs hansı pozuntular yarana bilər? Birincisi postoperativ deliriumdur, yəni keçici şuur bulanıqlığı. Ən çox yaşlılarda və ürək beyin əməliyyatlarından sonra daha çox görülür. Bələdliyin itməsi, çaşqınlıq, tanımama, aqressiya, bəzən də hallusinasiyalarla büruzə verir. Adətən bir neçə saatdan bir neçə günə qədər davam edə bilər. Digəri postoperativ depressiyalardır. Əməliyyatdan 1-3 həftə sonra yaranır. Xüsusilə uzun və ağrılı reabilitasiya, bədən görünüşündə dəyişikliklər, hormonal pozulma ilə daha çox əlaqəlidir. Anksiet və panik reaksiyalar da görünə bilər. Bəzi pasiyentlərdə əməliyyatdan sonra boğulma, nəfəs çatmama, yenidən o vəziyyəti yaşamaq qorxusu kimi panik atak tipli simptomlar yaranır. Bu xüsusilə narkoz zamanı oyanmış və ya intubasiya təcrübəsini xatırlayan şəxslərdə daha çox görülür. Həmçinin postoperativ kollektiv pozuntular da rast gəlinir. Ən çox yaşlılarda, uzun narkoz almış pasiyentlərdə olur. Diqqət dağınıqlığı, yaddaşın zəifləməsi, qərar vermə çətinliyi, emosional qeyri-sabitlik və s. kimi hallar yaşanır. Bəzən həftələr də davam edə bilər. Əgər simptomlar 2 həftədən çox davam edərsə, psixiatri qiymətləndirmə vacibdir.